Herkese salam dostlar. Bu gündə mən deyəcəm. Anarın rasxodu part 1. Part 1 gedib. Mənə, deyən özünə, Gucci'dən, bir də Michel Rostu nədir? Michel Kors. Michel Kors özünə çanta alır. Baxıram ki, A-klass çantadır, sertifikatda da hər şeyi var. Deyirəm mənim niyə zulm atarsan, çantan yoxdur. Deyir, yox, mənim çantam yoxdur. Yoxdur da. Yoxdur, dəmir sağına dəmir tomada. Deyir, yoxdur. Bunlardan yox idi da. Deyir, yoxdur və burada bu qədər çanta var. Çanta, sən sayırsız görürsün nə qədər çantası var. Deyir ki, mənim çantam yoxdur. Dedim, okey, aldıq. Amma deyir ki, indi bunlar A-klassdır, deyir. Bunların sertifikatı var, bunları Aynur xanım elə qiymətə verir ki, Respublikada bu qiymət yoxdur. Hamısının sertifikatı da hər şeyi var. Belə çantalardır, Gucci'nin də bu. Baxın, Gucci'dən A-klass tam orijinal belə bir çantamız var. Sonra... Bu da Michel Kors'dan. Belə bir mini nazik çantası var, alıb. Hə, A-klass deyə sertifikatı var. Aşağı qiymət, ucuz qiymətdir, Respublikada bu qiymət yoxdur. Baxın, belə deyək, Aynur xanım A-klass tam sertifikatlı orijinal çantaları çox münasib qiymətə satan yeganə xanımdır Bakıda. Bu çantaların qiymətini öyrənsən ömrün deyəcəksən ki, su qiymətlidir. Yəni bildiyin kimi, düşündüyün kimi 65 manat, 100 manat, 150 manatlıq çantalar deyil. Yəni çox münasibdir. Yəni Aynur xanımın səviyyəsini aşağıdan etiketləyəcəm. Siz də bir-birindən gözəl A-klass belə tam hədiyyəli, ümumiyyətcə bilirsiniz ki, hədiyyə verildikdə nə qədər desəz də ki, maliyyəti önəmli deyil, amma önəmlidir, xeyr. Siz də bu cürlə tam qəşəng belə sertifikatlı, orijinal çantaları çox münasib qiymətə alıb sevdiklərinizə hədiyyə verərsiniz bəylər. Məsəl üçün, bunu mən özümə yox, sən mən almalıydın. Mən Vasmoy'dan özümə 13 manat krasovka aldım. Bir ay onun söhbət etdi ki, sən bütçəmizi niyə dağıdırsan? Ayaqqabın yox idi mu? Bir qara makasinin varsa, demir, krasovka giyinəmişik. Şimdi 13 manat ona nəyə verdin? İndi heç nə deyirəm. Eynisini almışsan da. Sən də eynis deyil də, bunların hamısı bir-birinə fərqlidir. Firmaları fərqlidir də, nə fərqi? Allah yarabbimə bağlayıram. Part 2-də görüşərik.